Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub. Dövlətimizin başçısı oktyabrın 13-də sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres mərkəzinə gəldi. Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisi dövlətimizin başçısını qarşıladı. Sonra birgə foto çəkdirildi. Daha sonra Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump dövlətimizin başçısını salamladı. Azərbaycan və Amerika Birləşmiş Ştatları prezidentləri birgə foto çəkdirdilər. Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər. Sammitdə prezident Donald Trump Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq dedi. Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs sizin həmkarınız hardadır? Budur, buradadır. Siz ikiniz hələ də yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər. Biz isə bir saata bu məsələni həll etdik. Elə deyilmi? İndi onlar yola gedirlər. Bu yaxşıdır, bu əladır. Düşünürəm ki, bu əladır. Sonra sülh sazişinin imzalanması mərasimi oldu. İmzalanma mərasimindən sonra bəyanatla çıxış edərkən Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərə toxunaraq